Xalq artisti Röya Ayxanın paylaşdığı bir günlük vloq qısa müddətdə sosial şəbəkələrdə geniş izlənən və gündəmin ən çox müzakirə olunan paylaşımlarından biri olub. Sənətçi vloqda gün ərzində baş verən müxtəlif anları izləyiciləri ilə bölüşüb. Günə sadə və səmimi kadrlarla başlayan Röya, daha sonra hazırlıq prosesi, kulis məqamları və s. tempindən görüntülər təqdim edərək izləyicilərin diqqətini çəkib. Mətbəxdə baş verən zarafatlı dialoqlar, rahat atmosfer və pozitiv havası vloqun ən çox bəyənilən hissələri arasında yer alıb. Daha sonra müğənni səhnə və çəkiliş hazırlığından eksklüziv görüntülər paylaşaraq makyaj otağındakı, kulisdəki və iş masası arxasındakı anları izləyicilərə təqdim edib. Bu kadrlar Röyanın həm işinə olan peşəkar yanaşmasını, həm də gündəlik həyatının enerjisini əks etdirib. Vloqun sonunda kameraya gülümsəyən sənətçi bizə nuş oldu yedik, indi gedək hazırlaşaq deyə zarafatla bildirib. Bu səmimi çıxış izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb və sosial şəbəkələrdə sürətlə yayılıb. Röya Ayxanın vloqu təbii və enerjili görüntüləri ilə günün ən çox müzakirə olunan paylaşımlarından birinə çevrilib.